Deməli, bu gün çolpa saç hazırlayırıq. Çolpa deyənkən balaca biz broiler almışıq. Çəkisi 800-750 qramlıq olan broilerdən hazırlayacağıq. Ona görə də onun dərisini soyuruq. Yəni kənd çolpası olanda dərisini soymuruq, amma broiler olanda dərini soyuruq. Bizə bunlar lazım deyirlər. Yəni bunun dərisi bizə lazım deyil. Yəni bu cürlə soyduqdan sonra başlayırıq onu doğramağa. Doğrayanda da necə kənd çolpasının tikələrini sayıb ayırıb deyəcəm sizə. Bunu da eynən qayda ilə böləcəyik. Bax, gördünüz necə rahat doğranılır. Kənd çolpasında belə elədik. Bu sümük çıxdı, görürsünüz də. Bu sümük çıxdı. Bax, bunun bıçağı buradan asla gətiririk. Görürsünüz, avtomatik bu ucu atdı. Buradan götürdük. Bax, nə qəşəng, səliqəli, təmiz. Yəni, burada ət qalmır. Eyni qayda ilə də bu hissəsini. Getirdik bıçağı. Bax, burada bu üstə var ha. Bax, bunun altı ilə gətiririk. Gətirdik bu cürlə. Kesdik, bax. Tam tikələr. Yəni, burada da tikə ət qalmadı. Bu getdi qırağa. Bir dənə buradan bunu kesdik. Burada bir dənə budun həmişə bu dibinin bu hissəsində qırmızı qan çıxır. Ona görə də biz onu, bax, bu cürlə azca ayırırıq. Bax, bu cürlə qalmalıdır. Görürsünüz? Yəni, o qırmızı qan orada qalmayacaq deyə. Yoxsa ki, o çox pis gündə yeməyə də pis effekt verir. Bax, gördünüz, yox. Onu çıxartmırıq, sadəcə elə edirik. Və bu da bir dənə buradan sadəcə bir dənə zolaq atırıq ki, onun içində olan qırmızı da çıxsın. Eynisi də bu tərəfdən. Yəni, bax, belə. Qanadlar. Qanadı elə götürürük ki, sinədən bir amcı qanad ət götürsün. Yəni, boş quru qanadı olmasın. Bu hissəsi də belə. Deməli, sayına deyirəm, 2 qanad, 2 bud dibi.